Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində pilotsuz uçuş aparatının hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran İslam Respublikası istiqamətində geri qayıtması müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal silaha komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədi ilə əraziyə gələn Lənkəran rayon sakini 1988-ci il təvəllüdlü Həsənov Anar Rasimoğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhiyyəddinoğlu şübhəli şəxs qismində saxlanılıblar. Həmin şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədi ilə gəldiklərini etiraf ediblər. Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşib. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.